Salam hörmətli müştərilər. Bugün sizə 28 may metrosunun tam çıxışında, düz çıxışında belə deyək, 215 kvadrat geniş bir mənzil təqdim edirəm. Mənzilimiz 17 mərtəbəli binanın 3-cü mərtəbəsi premium bir binada yerləşir hörmətli müştərilər. Yenə qeydəm 28 may metrosunun tam çıxışında cəmi 200 metrlik məsafəsində ümumi 215 kvadrat qanuni 4 otaqlı mənzil gördüyünüz bütün tam əşyalarla birlikdə satışa çıxarılır. Mənzil hazır gir yaşa mənzilə gördüyünüz kimi əşyalar hamısı bahalı əşyalardır. Tam əşyalarla birlikdə yenə qeyd edirəm hörmətli müştərilər. Kondisionerimiz, oturma zalımız, hər bir şey qalacaq. Qonaq otağından buradan birbaşa eyvana keçid var. Keçiddə mənzilin digər otaqlarına ümumi 215 kvadrat sənəd çıxarışdır və qanuni 4 otaqlı mənzildir. Bu hissə mənzilimizin bu hissənin giriş hissəsidir. Girişdə bizi qarşılayır birlikdə sanitar qovşaq gördüyünüz kimi. Keçid mənzilin digər yataq otaqlarına. Sağ tərəfdə bizi qarşılayır mənzilin bir yataq otağı, buranın da oturma zalı kimi istifadə edilir. Bunun da ön hissəsində eyvana keçid var, yəni eyvanımız var. Burada mənzilimizin belə bir geniş bir yataq otağı. Diqqətiniz hörmətli müştərilər. Burada da gördüyünüz kimi eyvanımıza çıxış var. Çox geniş bir mənzil hörmətli müştərilər. 4 otaqlı mənzil 28 may metrosunun tam çıxışında. İsə keçid mənzilin böyük yataq otağına. Bu da mənzilimizin valideyn otağıdır. Bax belə bir geniş valideyn otağı hörmətli müştərilər. Valideyn otağının daxilində də bax belə bir geniş bir sanitar qovşağı təmirli şəkildə hazır. Mənzil çox təzə satılır və bazar qiymətindən çox aşağı bir qiymət təklif olunur. Bazar qiymətinə hətta bütün əşyalar birlikdə. İndi sonuncu mətbəx hissəsinə keçid edək. İndi keçid edirik mənzilimizin bax belə bir geniş mətbəx hissəsinə. Mənzilimiz həddindən artıq geniş bir mənzildir. Buradan da eyvanımıza keçid var. Premium bir binada yerləşir, qanuni 4 otaqlı mənzildir. Hörmətli müştərilər, mənzil çox münasib bir qiymət təklif olunur edirəm. Mənzil barədə ətraflı məlumat üçün zəhmət olmasa profildə qeyd olunan nömrələrə saxlaya bilərsiniz. Təşəkkürlər.